Uşaqlıq hər bir insanın nostalgiya hissi ilə yada saldığı bir dövrdür. Yaşımız ötdükdən sonra da bizə elə gəlir ki, həyatımızın ən xoşbəxt dövrünü uşaqlıqda yaşamışıq. Çünki bu zaman ətrafımızda bizi sevgi və qayğı ilə əhatə edən yaxınlarımız, ailəmiz, dostlarımız var idi. Lakin bəzən bizim uşaqlığımız yarıda kəsilməli olur. Uşaqlar hələ yetkinlik yaşına çatmadan ailə həyatına daxil olmağa məcbur edilir. Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən ölkəmizdə nikah yaşı 18 yaş müəyyən olunur. 18 yaşına çatmamış şəxslərlə qurulan nikah erkən nikah hesab olunur. Bu, hər iki cins üçün belədir. Erkən nikah fərdin psixi, mənəvi və bioloji cəhətdən təsir edən, sosiallaşmasına mane olan, təhsildən yayındıran önəmli faktordur. Erkən nikaha daxil olan qızlar psixoloji olaraq formallaşmadıqlarına görə erkən nikaha tam hazır olmurlar. Onlar hamiləliyə hazır olmurlar. Hamiləlik zamanı dölün inkişafına nəzarət etmək, həkimə vaxtında müraciət etmək kimi məsuliyyəti daşımırlar. Hətta ana olduqdan sonra körpəyə dair heç bir məsuliyyət hiss etmirlər. Erkən yaşda hamiləlik ana və körpə üçün böyük risk yaradır. Belə hallarda qan azlığı, erkən doğuş, uşağın aşağı çəkili və zəif immunitetli olması müşahidə olunur. Bəzi hallarda isə həm ana, həm də körpə həyatını itirə bilər. Erkən nikah qızların təhsildən, sosial həyatdan, öz arzularından uzaq düşməsi ilə nəticələnir. Qeyd edək ki, erkən evlilik qızlarda, bütün cəmiyyət üzərində də narahatçılığa səbəb olan əsas faktorlardan biridir. Çünki bir çox hallarda ailə daxili münasibətlərdə boşanmalara, ailə daxili konfliktlərə, eyni zamanda son olaraq da sosial cəhətdən həssas qrupların sayının artmasına gətirib çıxan əsas faktorlardandır. Bu baxımdan biz təhsildən yayma faktorlarını da xüsusən də qeyd edə bilərik ki, qızlar arasında yayılan erkən evlilik halları təhsildən yayma faktorlarına da gətirib çıxaran əsas amillərdəndir. Erkən nikahda olan qızlar cəmiyyətdən təcrid olunur. Əksər hallarda yeniyetmə ana məktəbdən uzaqlaşır və cəmiyyət üçün yalnız evdar qadın kimi fayda vermiş olur. Bir çox hallarda bu nikahlar boşanma, zorakılıq və maddi çətinliklərlə sonlanır. Bu təkcə bir ailənin deyil, bütöv bir cəmiyyətin itkisidir. Cəmiyyətin kiçik bir modeli olan hər bir yeni ailənin qurulması fərdlərin həyata daha məsuliyyətlə yanaşmağa vadar edir. Erkən nikaha məruz qalan qızlar gələcəyin anasıdır. Ana nə dərəcədə savadlı, dünya görülüşlü olarsa, onun yetişdirdiyi övlad da bir o dərəcədə savadlı və cəmiyyətə faydalı olar. Azərbaycan qanunvericiliyinə görə yalnız rəsmi şəkildə bağlanmış nikahlar qanuni sayılır. Rəsmi nikahın bağlanması üçün iki əsas şərt var. Nikah könüllü olmalı və tərəflərin yaşı qanunvericiliklə icazə verilmiş həddə olmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən 16 yaşına qədər qızların erkən nikaha, erkən evliliyə məcbur etmə Cinayət Məcəlləsində xüsusi tədbirlər bunun üçün görülübdür. Bu qanun layihəsi 2024-cü ildən qəbul olunmuşdur. Qanun layihəsinə əsasən də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq yetkinlik yaşına çatmayan şəxslər barəsində erkən evlilik barədə söhbətləşməyə daxil olma, eyni zamanda evliliklə bağlı hər hansı bir mərasimlərin, dini kəbin kəsmə mərasimlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində cəzalar tədbiri müəyyənləşdirilmişdir. Erkən nikah zamanı yaranan problemlər qohum evliliyində də baş verir. Qohum evliliyi dedikdə baba və ya nənəsi eyni olan şəxslər arasında bağlanmış nikah nəzərdə tutulur. Erkən və qohumlar arasındakı nikah doğulan uşaqların sağlamlığını risk altına qoya, hətta onları anadan gəlmə əlilliyə düçar edə bilər. Mütəxəssislərin fikrinə görə, əgər erkən nikahların sayı 10% qədər azalarsa, bu bütövlükdə 70% qədər ana və uşaq ölümünün azalmasına gətirib çıxarar. Yaxın qohumlar arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olma riski olduqca yüksəkdir və dünya əhalisinin bir qismi bu problemdən əziyyət çəkir. Təəssüflər olsun ki, bir çox ailələr yalnız xəstə uşaq dünyaya gəldikdən sonra bu həqiqəti başa düşür. Qohum nikahı gələcək nəsillərin sağlamlığını riskə atmaqdır. Hər kəs,
o cümlədən uşaq və yeniyetmələrin valideynləri, digər yaxınları bu məsuliyyəti dərk etməlidir. Sağlam cəmiyyət sağlam ailədən başlayır. Qızlarımızın təhsili, uşaqlarımızın sağlamlığı və gələcəyimiz bizim seçimimizdən asılıdır. 2024-cü ildə qohum nigahları, bu bütün qohum nigahları deyil, risk faktorlarını daşıyan yaxın qohumluq dərəcəsinə ehtiva edən qohum nigahları qadağan olunmuşdur. Belə ki, bu qadağalar öz elmi, hüquqi əsasında tapmışdır. Çünki bu qadağalarda illərlə aparılan elmi və tibbi araşdırmaların, mütəmadi olaraq aparılan maarifləndirmə tədbirlərinin və beynəlxalq təcrübənin nəticəsi olaraq öz təsəvvürünü tapmışdır. Erkən evlilik dedikdə, qohum nigahları dedikdə, onların mənfi nəticələrin aradan qaldırılması istiqamətində digər qurumlarla sıx əməkdaşlıq çərçivəsində Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirilir. Bu məsələdə həmrəy olmağı çağırırıq. Nəinki dövlət qurumları, eyni zamanda bütün vətəndaşlar, cəmiyyətin hər bir üzvü, ictimai birlik, burada birlik göstərərək məlumatlandırma, maarifləndirmə tədbirlərini mütəmadi olaraq həyata keçirilməli. Evlilik məsuliyyətdir. Bu qərar düşünülmüş, yetkin və sağlam şəkildə verilməlidir. Gələcək nəslin sağlamlığı yeniyetmə qızların, gənc anaların fiziki, psixoloji vəziyyətindən birbaşa asılıdır. Sağlam və xoşbəxt gələcək naminə erkən və qohumlar arasında nigahdan uzaq olmaq lazımdır. Hər yeni qurulan ailəyə daim xoşbəxtlik və nigaha daxil olan gənclərin sağlam övladlarının olmalarını arzulayırıq.